Salam, hər vaxtınız xeyir. Bu günləri ötən illərin qəbul sualları içərisində yer alan bir sual nümunəsinin həllinə baxacağıq. Sualda bizə bildirilir ki, Euler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Gördüyünüz kimi Rum rəqəmi ilə 1 yazılan hissədə çöl, 2 yazılan hissədə savanna, 3 yazılan hissədə isə hər ikisinin ortaq cəhətlərini tapmaq bizdən tələb olunur. İndi isə sualımızın cavab variantlarına baxaq görək hansılara hansı bəndlər uyğun gəlir. A variantında bizə bildirilir ki, məhsuldar qara torpaqlar geniş yayılıb. Bildiyiniz kimi Avrasiya materikində step, Şimali Amerika materikində preri, Cənubi Amerika materikində pampa adlandırdığımız çöl zonasında qara torpaqlar geniş yayılmışdır. Ona görə də Rum rəqəmi ilə 1-in qarşısından A variantını qeyd etməliyik. B variantında Argentinada daha geniş ərazi tutur. Bildiyiniz kimi Argentinada savanna zonası yayılmadığı halda çöl zonası, yəni pampa geniş sahə tutmaqdadır. Hətta bu ərazinin torpaqları qırmızı qara torpaqlar adlanır. A və B-ni birin Rum rəqəmi ilə 1-in qarşısına yazmış olduq. C variantında bildirilir ki, fəsillər üzrə yağıntıların paylanmasında kəskin fərqlənir. Bildiyiniz kimi çöl zonası mülayim ərazidə yayıldığı üçün fəsillər üzrə yağıntıların paylanması savannalara nisbətən o qədər də kəskin müşahidə edilmir. Savannalarda bildiyiniz kimi subekvatorialda yerləşdiyi üçün yay fəslində yağıntılar çox düşdüyü halda qış fəslində yağıntılar kəskin azalmış olur. Kənd təsərrüfatı üçün əlverişli ərazilərdir. Bildiyiniz kimi hər iki çöl və savanna ərazisinin deməli torpaq və bitki örtüyü, ümumiyyətlə torpaq və iqlimi kənd təsərrüfatı üçün olduqca əlverişlidir. Qırmızı qonur torpaqlar geniş yayılmışdır. Savannaların torpaqları qeyd edək ki, qırmızı qonur torpaqlardır. Amma çöl zonasının torpaqları qara torpaqlar, qırmızı qara torpaqlar adlanmaqdadır. Həm şimal, həm də cənub yarımkürələrində yayılmışdır. Sözsüz ki, həm şimal və həm cənub yarımkürəsində yayılan deməli, savanna və çöl zonaları həm şimal, həm də cənub yarımkürələrində geniş ərazi tutmaqdadırlar. Buna görə də sualımızın doğru cavabı 1A, B, 3D, E, 2 isə C və E variantlardır. Burada 1 olaraq göstərilib yanlışlıqla. Ona görə də bu sualın doğru cavabı D variantıdır.